Əziz dostlar, sizin Ağaçın Əzimovdur. Qeyd maiyəsindən qazandığım pulu bugün çəkmək istəyirəm. Daha doğrusu bunu distribütörəm xahiş elədilər ki, bəs pulu çıxardın və çəkin, biz də dostlara, tanışlara göstərə bilək. Mən istədim ki, bugünə kimi yığılan pula mən token almışam, əlavə token və əlavə tokeni mənə əlavə pullar qazandırmaqla demək qazandırır. Bugün isə mənim hal-hazırda çıxara bildiyim pul $75 var. 21 də bu reinvesti, bu token alınmağa sərf olunan puldur buradakı. Yəni ki, indi hal-hazırda mən fikirləşim $50 çıxardım, qalan pula da pul birləşib yeni bir token ala bilim. İndi mən onu eləmək üçün bugünə kimi qazandığım bu referallardan, bu tokenlərin pulu, bu da ki, hal-hazırda biz birinci növbədə gəlirik kasir bölməsinə. Bu kasir bölməsində gördüyünüz kimi bizim çıxara bildiyimiz pul, mənim çıxara bildiyim pul $75'dır. Burada heç bir hələ ki açıq yoxdur. Mən həmin deyək ki $50 pul çıxartmaq istəyirəm. Həmin $50 yazıram bura. Artıq burada var hazır. Və mən onu burada soruşur bank hesabı ilə, yaxud ki deyək ki bu hesabla, yaxud belə. İndi mən Payer hesabı ilə almaq istəyirəm. Payer hesabı ilə alanda bunu mən belə bir demək düyməni basıram və artıq burada məndə demək ki xahiş istənilən pul bu qədər və bu qədər. Bir daha təsdiq edirəm. Demək Doktor Ağa Hüseyin Cemaət düz yazmışam, gmail.com təsdiq edək, bir də təsdiq edirik. Bir daha deyək ki təsdiq edin, yeni təsdiq edirik. Sizin sorğunuz alındı və yoxlanılır. Bir də təsdiq edək və gördüyünüz kimi əziz dostlar, burada artıq gözlənilir. Dərhal bunun sifarişi verildi. Burada bizim çıxarılan yerimizdə, bu çıxara bildiyimiz balans yerində $25 qaldı. Həmin bu $50 isə biz demək verdik bu çıxarılmaq. İndi bu müəyyən sonra bir saata ya sabaha keçər bizim hesabımıza və onu məsələgət olaraq sizə göstərəcəyəm. Belə əziz dostlar, mən bir də pay hesabıma qaydım, bəlkə burada bəlkə o sifariş qəbul olunub, onu biz deyə biləcəyik sonra. Hal-hazırda o göndərilir və yoxlanılır və təsdiq olandan sonra bizə deyiləcək. İstoriya hissəsinə baxa görə burada nə məsələdir? Hər ki, burada heç bir məlumat yoxdur. Yəni, əsas odur ki, burada demək sunmalı dollar və status acidayib gözlənilir. İndi biz burada istədiyimiz vaxt bunu atmen də eləyə bilərik, istəsək, ancaq istəmirik ki, bunu biz çəkmək üçün. Belə əziz dostlar, bu iş çox qazanıcı işdir, yəni bütün yoxlanılmış bir işdir. Demək, bunun hər şeyə reklamla məşğul olması artıq hamıya bəllidir. Artıq bu Google şirkətini də ötüb keçmişdir. Saytın qiyməti dəyərləndirilir, harasa bir $650 milyon dəyərləndirilir. Belə əziz dostlar, bugün bu qədər. Növbəti etabarda mən sizə başqa məsələlərlə bağlı müəyyən məsələ göstərəcəm. Diqqətlə sağ olun. İndi biz bir daha həmin hissəni mən demək keçəndən sonra, pay hesabına keçəndən sonra mən sizə pay hesabından da başqa bir video çəkib göstərəcəm ki, həmin payda olan hesabından pulu da başqa bir demək saytlara qoyacam ya çıxardacam belə. Diqqətinə təşəkkür edirəm. Sizin də Ağaçın Əzimov idi. Buyurun, siz də yararlanın, istifadə edin, pul qazanın. Sağ olun.